İki cür oruç var. Var kamil oruç ve bir de var keçerli oruç. Keçerli oruç nədir? Sadəcə insan səhərdən axşama qədər çörək yemir, su içmir və orucu pozan amillər eləmir. Amma digər günahlar var, harama baxmaq var və yaxud da haram dinləmək və yaxud da qeybət. Yəni bu insandan qaza təbii ki, əmri bu keçərli oruçdur. Bir də var kamil oruç. Yəni hansı ki, o hədislərdə keçən bağışlanma və digər o savabların əldə olunması, deməli o kamil. Yəni insan sualı, mən hansı oruç tutacağam? Ona görə sahabələrdən də gəlir ki, sənin oruçlu günün olduğu zaman gərək sənin gözün də oruç tutsun, qulağın da oruç tutsun və dilin də yalandan oruç tutsun. Dilin də oruç tutsun. Demək, əsas olan əzaların oruç tutmasıdır. Ona görə deyərlər ki, oruç sadəcə ac qalmaqdan ibarət olsaydı nə var idi ki? Yəni insanı sadəcə yemək, içməyi tərk etməkdən ibarət olsaydı, onda asan bir iş olardı. Ona görə oruc olduğun zaman insan gərək yəni orqanları da, bədən üzvləri də oruç tutsun.